Salam yoldaşlar, mən məntiq müəllimi Simran Süleymanov. Bu günlərim sizlərə diaqramlar, qrafiklər və cədvəllər mövzusunun izahını edəcəm. Hər imtahanın bir 2-3 sualı qrafiklər, diaqramlar mövzusuna aiddir. Çətin mövzudur, diqqətlə dinləyin. İmtahana düşəndə vaxt aparan suallar olur. İlk öncə testlər üzərində işləyək. Diaqram, qrafik necə həll olunur baxaq, sonra gəlib məsələlərini işləyərik. İmtahanda sizə çox vaxtı testləri düşməyəcək, məsələlər düşəcəkdir. Çıxaq birinci testimizə, bir nömrəli testə. Deməli, bircə dəqiqə qələmi götürək. Baxaq. Bir nömrəli testdə bizə deyir ki, x 12 olarsa, y hansı qiymət alacaqdır? Qrafiklərin düsturla da işləyə bilərsiniz. Qrafikləri belə deyim, başa düşüb də işləyə bilərsiniz. Düsturla əzbər yoludur. Düsturla işləməyi tövsiyə eləmərəm mən sizə. Ancaq düsturla işləyənlər olsa, düsturu qeyd edirəm. Deməli, x2 minus x1, y2 minus y1. Aşağıda da yazırıq. X minus x1, y minus y1. Tənasüb qururuq. Tənlik qururuq yəni. İndi x2, x1 nədir? Onları izah edək. Baxın, funksiya başlayır. Baxın, bu xətt boyunca hərəkət edir. Başlanğıc nöqtəsi, bu isə son nöqtə. Deməli, bu xətt x boyunda nə qədər hərəkət edibdir? 2-dən oxu budur, y oxu isə digəri. Baxırıq, 2-dən 6-ya qədər hərəkət edir. Bu xətt x oxunda 2-dən 6-ya qədər gəlib. Yəni x2 minus x1 son nöqtədən başlanğıcı çıxırıq. Son 6-dır, başlanğıc 2-dir. 4. Bəs bu x oxunda 2-dən 6-ya getdiyi vaxtda y-də nə qədər hərəkət edibdir? Y oxunda 0-dan 6-ya qədər gəlib. Nə qədər hərəkət eləmiş oldu? 0-dan 6-ya qədər. 6. Y2 minus Y1. 6-dan çıxırıq 0-ı. Qalır 6. İndi x minus x1 yazıbdır. X 12-dir. Yəni, təsəvvür edək ki, burada bir 12 nöqtəsi var. Bu funksiya uzanacaq. Düz xətt boyunca uzanacaq. Gəlib bu 12 nöqtəsini alanda, x-də 12 nöqtəsini alanda, y-in hansı nöqtəsi olacaq bu? Onu tapmalıyıq. Başlanğıcdan 12 nöqtəsinə qədər, yəni x-dan çıxırıq x1-i. Düsturda yazmışıq. X minus x1. X 12-dir. X1 isə 2-dir. Yəni 2-dən 12-yə qədər nə qədər hərəkət olacaq? 2-dən 12-yə qədər 10. Yəni 12-dən çıxırıq 2-ni. 10. Y-dən nə qədər hərəkət olacaq? Y minus Y1. Bizim tapdığımız Y minus Y1 olur. Yəni Y oxundakı hərəkət. Bizim burada aldığımız, Y-ə aldığımız qiyməti aparıb variantda yerinə yapışdırmırıq birbaşa. O Y oxunda olan hərəkətdir. Deməli, tənliyi həll edəsək, çarpaz vurmalıyıq. 4 Y bərabərdir 60, Y bərabərdir 15. Bizim bu aldığımız 15 Y minus Y1-in qiymətidir. Y-i bilmirik. Y-i bizdən istəyir. Y minus Y1 neçədir? Y1 sıfırdır. 0 bərabərdir 15-ə. Y nəyə bərabər oldu? Y bərabər oldu 15-ə. Deməli, x 12 qiymətində y 15 olacaq. Yəni, burada y-in 15 qiyməti olacaq. Baxaq bir başqasına, digərinə. 3 nömrəli testimizə. Deməli, x yenə başlanğıc həmişə x-in kiçik qiymətində olur. Ola bilər bizim funksiya 7 nömrəli testdə olduğu kimi 11-dən 8-ə gəlib. Y-də azalma olubdur. Amma x-də artıb 0-dan 1-ə gəlib. Həmişə funksiya başlayır x-in kiçik qiymətində. Baxaq burada.
3'dən 9'a qədər. 3'dən 9'a qədər x oxunda nə qədər hərəkət olubdu? 6. Yəni x2 minus x1. 9'dan 3 çıxırıq. 6. X-də 6 hərəkət olur. Bəs bu x-da, bu funksiya, xətt, x-da 6 hərəkət eləyəndə y-də nə qədər hərəkət eləyibdi? 2'dən 7'yə qədər. 2'dən 7'ye nə qədər hərəkət oldu? Y2 minus y1. Bu da oldu 5. İndi bizə deyəcək x-in 15 qiymətində. Təsəvvür elə ki, burada bir 15 qiyməti var. Funksiya hərəkət eləyib. X-in 15 qiymətini alanda y-də hansı qiymət olacaq onu tapmalıyıq. Başlanğıc nöqtəsi yenə y minus x minus x1. 15'dən 3 çıxırıq 12. 3'dən 15'e qədər hərəkət eləyəcək. 3'dən 15'e qədər də 12 olur. Y-də isə bilmirik. Sual. Tənasüblərdə də ya alt-alta əlaqə olur, ya da qarşı-qarşıya. 6'dan 12'ye 2 dəfə artıbsa, 5'dən də 2 dəfə artıb olacaq 10. Tənasüb də qursaq, bura bir adədi yazsaq, 6'nı A-ya vururuq, 5'i də 12'yə. 6A bərabərdir 60, A da bərabərdir 10 olacaq. Yəni bunlarda ya qarşı-qarşıya vurma ilə bölmə ilə alırıq, ya da alt-alta. 6'nı 2'yə vuranda 12 almışıqsa, 5'i də 2'yə vurub 10 almalıyıq. Deməli, A-nı tapdıq 10. Yəni bizdə bura 10'dur. Birbaşa gedib onu qaralamırıq biz. Yəni bu funksiya y oxunda 10 hərəkət eləyəcək. Yəni bizim tapdığımız y minus y1'dir. Düsturda olan y minus y1'dir. Baxın burada yazdığımız y minus y1. Y2 bilmirik. Bizdən y2 istəyir. Amma y1'i bilirik ki, y1 2'dir. Yəni başlanğıcı 2'dir. Y minus y1 bərabərdir 10 yazmalıyıq. Y2 bilmirik. Y1 isə 2'dir. Bərabərdir 10. Y də bərabər olur 12'yə. Yəni bu y oxunda 12 hərəkət etdiyi vaxtı, x oxunda 12 hərəkət etdiyi vaxtı y də 10 hərəkət eləyəcək. 10 hərəkət eləyir, 2'dən başlayır, 10 artır, gəlir olur 12. Bizim variantımız olur B variantı. Bir dənə də qrafiklərə aid izah eləyək, azalma funksiyasına aid. 12 nömrəli test. X oxunda 3'dən başlayıb 5'ə gəlib. Baxın, bu xətt həmişə x-in kiçik qiymətində funksiya başlayacaq. Deməli, 3'dən 5'ə qədər olur 2 artım. Yəni 5'dən 3'ü çıxırıq. X da 2. Y, bəs bu x-da 2 hərəkət elədiyi vaxt y-də nə qədər azalıbdır? 44'dən 36'ya qədər gəlir. Y2'dən çıxırıq y1'i. Mənfi qiymət alacaq. Məlum məsələ. Amma biz bunu 44'dən 36 da çıxıb yaza bilərik. Y onda sadəcə azalma olacaqdır. Aldığımız qiyməti üstünə gəlmirik, çıxırıq. Hər ikisindən işləyək. 36'dan 44 çıxanda bizə verəcək mənfi 8. İndi baxaq x-in 9 nöqtəsinə. X-in 9 nöqtəsində nə olacaq? Burada bir x-in 9 nöqtəsi varsa, funksiya gəlir bura qədər azalır, 9 nöqtəsinə qədər. 3'dən 9'a kimi, başlanğıcdan 9'a qədər. 6, burada olur sual işarəsi. Deməli, nə aldıq biz? Aldıq, deməli, sual işarəsini tapmalıyıq indi. A ilə yazsaq, 2 3 dəfə artıb 6 olubsa, mənfi 8-də 3 dəfə artıb olur mənfi 24. Buranı tapdıq, mənfi 24. Nə etməliydik? Y-dən çıxırdıq Y1'i, alırdıq, deməli mənfi 24'dür. Y neçədir bizdə? Y olur, deməli Y bilmirik. Y axtarır. Y minus Y1, yəni 30, 44 bərabərdir mənfi 24'ə. Y də bərabər olur 20'yə.
Yəni bura 24 azalacaq. Hardan azalır 24? Başlanğıc qiymətindən 44-dən. 44-dən 24 azalır, olur Y-in 20 qiyməti. Y variantı. Sonra bir dənə də diaqramlara baxaq. Deməli, diaqramlarda bilirik ki, dairənin daxili bucaqlarının cəmi 360 dərəcədir və bucaqlarda belə bir xətt qoyulubsa, bu o demək ki, bunlar bir-birinə bərabərdir. Və yaxud da ikisinə bir xətt qoyulur, digər ikisinə iki xətt qoyulur. O demək ki, bir xətt olanlar bir-birinə bərabərdir, iki xətt olanlar da bir-birinə bərabərdir. Və diaqramlarda belə bir işarə görürsünüzsə, 39 nömrəli testdə olduğu kimi, düz bucaq işarəsi. Yəni, bura düz bucaqdır. Buranın dərəcəsi 90 dərəcədir. İndi işləyək. 32 nömrəli testə baxaq. Misal üçün, bizə verir ki, K4, L3, M6, N7, L isə 4. Diaqramda biz bunu necə işarə edəcəyik? Bilirik ki, dairənin daxili bucaqlarının cəmi 360-a bərabərdir. 4, 3, 6, 7, 4 isə nisbətlərdir. Yəni, bunu bu formada yazırıq. 4 nisbət 3, nisbət 6, nisbət 7, nisbət 4. Bu qaydada yazdıq. Bunu biz həll edəndə nə etməliydik? 4x plus 3x plus 6x plus 7x plus 4x bərabərdir 180-a. Bunların hamısını topladıq. Deməli, 7, 13, 20, 24. 24x bərabərdir 180 olarsa, x bərabərdir 180-ı 24-ə böləndə düşür 15. 15 180 nədir? 360. Deməli, 360. X da bərabərdir 15-ə. X-in qiymətini 15 tapdıq. 1x 15 isə 4 olacaq. K-nın qiyməti olacaq 60. L olacaq 45. M olacaq 90. N 7-yə vurduq 105. R də olacaq yenə 60. K ilə R bir-birinə bərabər olmalıdır. K ilə R bərabərdir. K, R bərabərdir. K, R bərabərdir. K, R bərabərdir. Y variantı isə K ilə L-i bərabər eləyir. Bu səhvdir. İndi baxırıq. M-ə 90 dərəcə yazıb A-da. M 90 dərəcə əla, M hamısında M 90 dərəcədir. N 108 dərəcə. Bizdə 108 dərəcə yox idi. L 45 dərəcə. B variantında L 45 dərəcə. N 105 əla. M də 90 əla. B variantı düzgün cavabdır. Baxaq görək C ilə D niyə səhvdir? Bizdə 125 dərəcə yox idi. N 125 yazıb. D-də isə N-ə 115 yazıb, 115 də yox idi bizdə. N deməli bizdə olmalı idi 105 dərəcə. Bir dənə də işləyək, faizlərdən işləyək birində. 37 nömrəli testdə. S 35%, M 20%, N 15%, Q isə 30%. Bizdən alfa bucağını istəyir. Yəni, alfa bucağı S istəyir. Bunların hamısının cəmi 100%-dir. 100%-in 360 dərəcə olarsa, 100%-in 360 dərəcə olarsa, bizdən S bucağını isə S-ə 35% yazıb. 35%-in X dərəcə olacaq. X da bərabərdir. Çarpaz vururuq. 35 vur 360 böl 100. Deməli, bunlar ixtisar getdi. Bunları da bölsək 7, 2, ixtisar apardıq 18. 7-ni 18-ə vurduq. 70, 56, 126 dərəcə. D variantı. Sonra keçək məsələlərimizə. Başqa burada sizə problem yaradacaq bir test yoxdur. Bir dənə də bunlardan işləyək, 48 tipində olanlardan. Deməli, K-ya bizə 26 yazıb. L 32, M isə 22.
Bizə deyir KLM 100% olarsa, bunların cəmi hamısı 100%dirsə, K plus L minus M neçə olacaq? KLM cəmi neçə olur? 22, 26, 32. Bunları hesablayaq. 22, 26, 48, üstünə də 32 gəlsək 80. Hamısı bunların 80. 80-in özü 100%dir. KL minus M ne olacaq bəs? K olur 26, L olur 32. 26 ilə 32-ni toplayırıq. Oldu deməli 58. 22-ni çıxırıq. 58-dən 22 çıxanda 36. Bizə 80-ə 100% veribsə, 36-nın x%. X da bərabərdir. 36 vur 100 çarpaz vursaq böl 80. Bunları ixtisar aparsaq 8 ilə 10 qaldı 5 və 4. Bunlar da ixtisar getdi 9. 9-u da 5-ə vurduq 45. Deməli 36 da 80-ın 45%-dir. Keçək indi məsələlərimizə. Məsələlərdə biraz çətin tipdə olur məsələləri, qrafiklərin məsələləri diqqətli olun. 2-3 tip, 2-3 mövzuda olan məsələni qarışdırır. Yaş məsələsini, faiz məsələsini, hisse hovuz məsələsini hamısını bir-birinə qarışdırıb diaqramda verə bilir. Yəni bu diaqramları, qrafikləri işləmək üçün hər üç növü bilmək lazımdır. Hələ məsafə məsələləri, yol məsələləri, sürət məsələləri hamısını qarışdırır bir-birinə. Yəni bunların hamısını bilmək lazımdır. Baxaq ki, nömrəli testdə. Bizə deyir, bir işi Fəridə 9, Ülker isə 18 günə görür. İkisi birlikdə işə başladıqdan 3 gün sonra Fəridə xəstələnmiş. Dayanaq burada. Bizə deyir ki, bunlar ikisi bir yerdə 3 gün işləyəcək. 3 gündən sonra biri xəstələnib, digəri tək başına işləyir. Görək bu Ülker, Fəridə bir günə nə qədər iş görür? Ülker bir günə nə qədər iş görür? Bunların ikisi bir yerdə 3 günə nə qədər iş görəcək? Ülkenin bir gündə gördüyü işi tapmaq üçün yazırıq 9-da 1. İş 1-dir, bölürük zamana. Ülkenin gördüyü iş yenə 1-dir, ümumi iş. Bölürük zamana 18 günə. Bunları toplayırıq. İkisi bir yerdə iş görsə toplayırıq. Cavabımız olacaq deməli 18-də 3. Bunları da ixtisar edirik. Olur 6-da 1. Deməli bunlar işi bir günə 6-da 1 görür. 3 günə gördüyü işi tapmaq üçün vururuq 3-ə. İxtisar getdi, qaldı 2-də 1. Deməli, bunlar işi 3 gün ərzində 2-də 1-ni görəcəklər. 3 günə görürlər 2-də 1 iş. İşin 2-də 1-i isə qalıb. İşin 2-də 1-ni kim görəcək? Qalan işi isə Ülker tək başına qurtarır. Ülker bütün işi 18 günə görür. 2-də 1 işi də görəcək 9 günə. 2-də 1 işi də görür 9 günə. 9 gün. Deməli, ikisi birlikdə 3 gün işləyir, təkcənə Ülker 9 gün işləyir, iş ümumilikdə bitir 12 günə. 3 günə işin 2-də 1-i, 9 günə də qalan 2-də 1-i. Baxaq, A variantında işin miqdarı 1-dən gəlir 2-də 1-ə kimi. Gün nə qədər keçir? 0-dan 3-ə qədər. 3 gün ərzində əla bu uyğundur. Sonra digər 2-də 1-i isə gün 3-dən 12-yə kimi gəlir. Yəni Ülker tək başına işlədiyi müddətdir. Baxın, bu hissə Ülkenin tək başına işlədiyi müddətdir. 3-cü gündən 12-ci günə kimi. 9 gün ərzində digər 2-də 1-ni görür. Əla. Deməli, bizim variantımız olur A variantı. İşin miqdarı B-də 3-də 2 göstərilib. 3-də 2 yox idi. İşin miqdarı göstərilib 1, 2-də 1. Əla, 2-də 1 var idi. 2-də 1-ni 3 günə ikisi bir yerdə işləyirdi. Amma digər 2-də 1-ni 3-dən 9-a qədər 6 gün olur. 6 gün işləmirdi axı. Ümumi bu təkdə 9 gün işləyirdi. Deməli bu səhvdir. 3-də 1 iş yox idi. Bunların da iş gördüyü iş düz funksiya olmayacaq. 11 gündə heç olmayacaq.
Y variantı səhvdir. Sonra gəlirik 3 nömrəli testimizə. 3 nömrəli test biraz uzun testdir, diqqətli olun. Azər həftənin 5 günü işləyir. O hər iş saatına görə 12 manat məvacib alır. Əgər may ayının ilk günü bazar ertəsi gününə düşərsə, aşağıdakı cədvələ görə Azər may ayında nə qədər məvacib alar? Deməli, may ayının ilk günü bazar günüdür. May ayının ilk günü bazar günüdür. Bazar ertəsi günüdür. Mayın biri birinci günü, ikisi ikinci, üç, dörd, beş, altı bazar. Sonra bazar günü bitdi. Keçir növbəti həftənin birinci günü 8-i, 9-u, 10-u, 11-i, 12-si, 13-ü, 14-ü bazar. 15-i keçdi üçüncü həftəyə. 16, 17, 18, 19, 20, 21. 21. Növbəti keçirik dördüncü həftəyə 22-si, 23-ü, 24-ü, 25-i, 26-sı, 27-si və 28-i bazar. 4 həftə tamamlanır. Keçir 5-ci həftəyə 29-u, 30-u və 31-i. Həftənin 3 gününü də işləyir 5-ci həftədən. Bunun işlədiyi o deyir hər iş saatına görə 12 manat. Azər həftənin 5 gün işləyir. Deməli, bu 5 gün işləyəcək. Bizə lazım olan bunlardır. 6 bazarı işləmir. Bu işləyir birinci günü 3 saat. İkinci günü 5 saat. Üçüncü günü 3 saat. Dördüncü günü 7 saat. Beşinci günü 7 saat. Cəmi neçə saat işlədi bir həftədə? 3, 5, 3, 11, 7, 7. O 25 saat. Bu deməli bir həftəyə işləyir 25 saat. 4 həftəni tam işləyir. 4 həftəni tam işləyəcəksə 100 saat burada işləyir və 5-ci həftədən də birinci, ikinci, üçüncü gününü işləyir. Çünki o 29, 30, 31-i həftənin birinci, ikinci, üçüncü gününə düşəcək. İşləyir, deməli birinci, ikinci, üçüncü günü. Yəni birinci, ikinci, üçüncü günündə də bu işləyirdi 3, 5, 3 saat. Yəni 11 saat. 11. Cəmi may ayında işlədi 111 saat. O deyir, hər iş saatına görə 12 manat məvacib alır. 111-i də vururuq 12-yə. 111-i də 12-yə vurduqda cavabımız olur 1332. Deməli, Azər may ayında 1332 manat məvacib alacaq. Sonra keçək 4 nömrəli testimizə, diaqrama. KLM ölkələrindən 480 nəfər nümayəndənin iştirak etdiyi konfransın sxemi verilmişdir. Verilənlərə əsasən K ölkəsindən konfransda iştirak edənlərin sayını tapın. Deməli, KLM-in hamısı birlikdə 480-dir. KLM-in bütün dərəcələri 360-dır. 480 nəfəri 360 dərəcədə ifadə edir. Bizə deyir ki, K ölkəsindən, yəni 144 dərəcədən, dərəcə dərəcənin altına yazılır. 144 dərəcənin də x nəfər olacaq. X bərabərdir. 480 vur 144 böl 360. Sıfırları yola salaq. 36 ilə 144. İxtisar getdi, qaldı 4. 48 də 4-ə vurduq. Cavabımız oldu 192. Əziyyət çəkməyə zərrə qədər də ehtiyac yox. Sonra gələk başqa bir testimizə. Deməli, 9 nömrəli testə. Bizə deyir, verilmiş qrafikdə K və L hovuzlarındakı suyun miqdarının zamana görə dəyişməsi göstərilmişdir. Kran açıldıqdan 2 saat sonra hovuzlarda bərabər miqdarda su olarsa, başlanğıcda K hovuzunda olan suyun miqdarını tapın. Deməli, K hovuzunda burada X-i tapmalıyıq biz. Baxaq indi. El hovuzu 6 saata tam boşalır. Baxın suyun miqdarı 60-dan 0-a düşübdür. 6 zaman da bizə 6 saatı göstərir. El hovuzu 6 saata
60 litr su boşaldırsa 2 saat ərzində nə qədər su boşaldacaq ona baxaq. 2 saat ərzində də 20 litr su boşaldacaq. 3 dəfə azalıbsa, bu da 3 dəfə azalmalıdır. Bura 10 dəfə artırsa, burada 10 dəfə artmalıdır. 20 litr su boşaltıb, bu 2 saat ərzində 20 litr su boşaldıb, nə qədər su qalacaq? 20 litr boşalır, qalır 40 litri. Deməli, 2 saatdan sonra bunların hər ikisində 40 litr su qalıb. K hovuzu isə 3 saata tam boşaldır. İkinci saatda 40 litr qalıb, üçüncü saatda tam boşalıb. 1 saat ərzində K hovuzu 40 litr su boşaldır. Bu hovuzun tam boşalmasına isə 3 saat vaxt sərf olunub. 3 saat ərzində bu nə qədər su boşaldacaq? Bura 3 dəfə artıbsa, burada 3 dəfə artmalıdır. Olur 120. Deməli, K hovuzunda olan suyun miqdarı 120 dərəcədir. Sonra baxaq başqa bir testə. Misal üçün 13 nömrəli testdə. Bizə deyir ki, verilmiş A və B məhlulları uyğun olaraq 1-4 nisbətində. Uyğun olaraq deyirsə, yəni A-dan 1, B-dən 4. Mən bunu 1-4-də götürə bilərəm. Mən bunu 10-40-da götürə bilərəm. Mən bunu 8-32-də götürə bilərəm. Və yaxud da 20-80-da götürə bilərəm. Yəni 1-4 nisbətində olsun, fərqi yox. Qarışdırılarsa, alınan məhlul neçə faizli olar? Baxaq indi. A məhsulunda suyun miqdarı 52-dir, spirtin miqdarı 13-dür. Bunları bir yerə qarışdırsaq, ümumi olacaq 65. 65. 65-in özü 100%-dir. Bu deyir ki, faiz istəyir məndən. Görək bunun neçə faizi spirtdir? Hər 65-in içərisində 13 spirtdir, 52 sudur. 13 qramında x faiz. Bura 5 dəfə azalıbsa, %5 dəfə azalıb olacaq 20. Deməli, A məhlulunun faizi 20%-dir. B məhluluna baxaq. 45 su var, 15 spirt. Cəmi olur 60. 60-ın özü 100%-dirsə, içərisində 15 spirt var. 15-in isə x faiz. 64 dəfə azalıb 15 olubsa, %4 dəfə azalıb olacaq 25. Deməli, B məhlulu 25%-lidir. Mən indi bunlara istənilən qiymət də verə bilərəm, belə də tənlik qurub yaza bilərəm. Belə tənlik qurub yazsaq, riyaziyyatı zəif olan tələbələrə çətin olacaq. Anlamayacaqlar, başa düşməyəcəklər. Bizim orada aldığımız o 0.2, 0,25 hardan gəldi? Ən yaxşısı nə edirik? Qiymət verib həll edirik. A-ya verirəm mən 1-4 nisbətinə uyğun olaraq 20, B-yə isə 80. 20 ilə 80 bir yerə qarışdırılsa olacaq 100 litr. 100 litr məhlulun içərisində 20-20%-lidir. Yəni 4 litr buradan gəlir. 80 isə 25%-lidir. 80-ın da 25%, yəni 4də 1-i olacaq 20. 4 litr birindən, 20 litr də birindən spirt oldu. Cəmi 24 litr. 100 litr spirtin tərkibində 24 litr, 100 litr məhlulun içərisində 24 litr spirt var. Deməli, bizim məhlul 24%-li olur. Sonra baxaq başqa birisinə. Deməli, biraz da çətinlərinə keçək 19 nömrəli testdə. Bizə deyir ki, 720 qramlıq məhlulun tərkibindəki A, D, Y maddələrinin hər birindən uyğun olaraq neçə qram işlənmişdir? Bunların hamısı ümumilikdə 360 dərəcədir. 720 qramını 360 dərəcədə ifadə edir. 720 qram 360 dərəcədə ifadə olunursa, deməli, hər dərəcəyə 2 qram düşür. 2 qram. Bizdən istədiyi A, D, Y-dir. A, D və Y. A 90 dərəcə. Dedik ki, bu işarə varsa 90 dərəcə. 90 dərəcəyə 180 qram. 30 dərəcəyə 60 qram. 80 dərəcəyə isə 160 qram düşür. Ayrı-ayrılıqda hesablamağa ehtiyac yoxdur. Onsuz ki, eyni nəticəni alırıq. 720-nin
360 dərəcədirsə, A 90 dərəcə. 90 dərəcənin x götürəcəyik. Tənasüb qursaq eyni nəticə. Bura deməli 2 dəfə azalıbsa, burada 2 dəfə 360-dan 720 2 dəfə artıbsa, 90 da 2 dəfə artmalıdır. Olur neçə? 180. Eyni nəticəni alarıq. Keçək başqa bir testə. Deməli, 20 nömrəli testdə. Cədvəldə bir ailənin bir ay ərzindəki xərcləri və bu xərclərin faiz göstəricisi əks olunur. Aylıq ümumi xərc 800 manat olduğu halda qida almaq üçün sərf olunan xərc 20% endirilərsə, il ərzində neçə manat qənaət etmək olar? Məndə söhbət bir aydan gedir. Cavab isə il ərzində istəyir. Diqqətli olmaq lazım. Çünki ay ərzində olan qənaəti də variantda verir. Baxaq. Qidanı istəyir. Qida 25%-dir. Qida deyir ki, olduğu halda qida almaq üçün sərf olunan xərc 20%-ə endirilərsə, yəni 25% deyil də 20% olarsa, bu görə 25% olanda nə qədər pul xərcləyir? 20% olanda nə qədər pul xərcləyir? 25% olanda 800-ün 25%. Yəni 4də biri olacaq 200 manat. 20% olanda isə, yəni 5də biri olur 160 manat. 200 manat idi, oldu 160 manat. Nə qədər qənaət elədi? 40 manat. Bu bir ay ərzində olan qənaətdir. Mənim variantım A deyil. Məndən il ərzində olan istəyir. Bir ildə 12 ay var, bilirik. Bir aya 40 manat qənaət eləyirsə, bir ilə də eləyəcək 480 manat. Diqqətli olmaq lazım ki, məndən nə istəyir. Sonra bir dənə də testə baxaq. Deməli, məndən deyir 30 nömrəli test. Bildirir. Bir telefon operatoru kampaniya daxilində abonentdən aylıq 6 manat, hər dəqiqəyə görə isə 0,2 manat ödəmə tələb edir. Buna əsasən abonentin ödədiyi pulla apardığı danışıq müddəti arasındakı əlaqə aşağıdakılardan hansıdır? Deməli, bu nə demək istəyir? Mən kampaniyaya daxil oluramsa 6 manat ödəyirəm. Heç danışmadan, istifadə etmədən belə 6 manat ödəyirəm. Yəni mən kampaniyaya daxil olmaq qiymətim 6 manatdır. Sonradan hər danışdığım dəqiqə üçün 20 qəpik ödəyirəm. Yəni 0,2 manat. A variantına baxaq. Kampaniyaya daxil olanda 6 manat ödədi. Ödənişi bunu 6 manatdan başlamalıdır. 10 dəqiqə ərzində danışdı. 10 dəqiqə danışanda bu 1 dəqiqəyə 0,2 manatsa 10 dəqiqəyə 2 manat olmalıdır. 10 dəqiqə danışıb hələ də ödəyib nə qədər? 6 manat 22 qəpik. 6 manat 20 qəpik. Deməli A variantı səhv. Bu 1 dəqiqənin puludur. B variantında 6 manat ödəyib ürəyi istədiyi qədər danışsa yenə də 6 manat olacaq. 1 dəqiqəyə də 5 dəqiqə. Yox, belə bir şey də yoxdur. Bizə deyir hər dəqiqə üçün 0,2 manat ödəmə tələb edilir. Keçək indi C variantına. Bu 6 manat ödəyir, kampaniyaya qoşulur. 3 dəqiqə, 5 dəqiqə danışsa 5 manat ödəyəcək, 15 dəqiqə danışsa 3 manat ödəyəcək. Bu nə qədər çox danışsa o qədər az pul ödəyir. Belə bir şey də yoxdur. Keçirik D variantına. D variantı nə deyir bizə? 6 manat ödəyib kampaniyaya qoşulub. 5 dəqiqə danışsa ödəyəcək 8 manat. Baxaq. Deməli, bu 10 dəqiqəyə 2 manat ödəyir, 1 dəqiqəyə 20 qəpik ödəyirsə, 5 dəqiqəyə 1 manat ödəməlidir. 5 dəqiqəyə 2 manat ödəməli deyil. 5 dəqiqə ərzində 8 manat ödəməli deyil, axı bu 7 manat ödəməli idi. Bu 7 olmalı idi. Deməli, D variantı da deyil. Keçirik Y-yə. 6 manat ödədi, qoşuldu kampaniyaya. 4 dəqiqə danışdı. 6 manat bunun kampaniya puludur. 4 dəqiqəyə görə də 80 qəpik ödəyəcək. 6 manat 80 qəpik. Əla. Sonra 12 dəqiqə danışdı. Deməli, 12 dəqiqə danışanda da bu ödəməlidir. 10 dəqiqəyə 2 manat, 2 manat 40 qəpik. 6 manat ödəyib kampaniyaya qoşulmuşdu. 12 dəqiqədə danışdı. 2 manat 40 qəpik də bunun danışıq pulu cəmi oldu 8 manat 40 qəpik. Bəli, bu düzgün cavab. Y variantı olur düzgün. Sonra baxaq başqa bir testə, biraz çətin testlərə. Bayaqlar işlədiyimiz eynən hovuz məsələsidir.
işləyərsiz. Bir dənə də 44 nömrəli testə baxaq. Bizə deyir, şəhərə işləyən taksilərin qiymət tarifi aşağıdakı kimidir? Başlanğıc qiyməti hər 1 kilometr üçün qiymət. Başlanğıc qiymət nə demək? Yəni mən taksini zakaz eləyirəmsə, taksini çağırıramsa. Yəni mən gedəcəyim yerdən asılı olmayaraq taksi mənim qapıma gəlirsə, mən hər hansısa bir ödəniş etməliyəm. Ondan sonrası hər kilometr üçün gecə 2 manat 40 qəpik, gündüz 1 manat 50 qəpik pul ödəyəcəm. Misal üçün gecə vaxtı mən çağırıram 10 manat. Heç yerə getməmişdən 10 manat bunun başlanğıc qiymətidir. Sonrakı hər kilometr üçün 2 manat 40 qəpik. Yəni 1 kilometr yol gedəcəmsə 10 manat çağırdığım qiymət, 2,40 da getdiyim yol, 1 kilometrin yolu. Yəni 12 manat 40 qəpik ödəməliyəm. Bu isə gündüz vaxtı olur X-a. Yəni 10 manat gecə idisə 5 manat da gündüz vaxtıdır çağırışı. Başlanğıc qiymət, yəni taksini çağırdığımız qiymət. Buna görə indi bizim məsələnin şərti nə deyir? Gecə 10 kilometr yol gedərək 40 azın ödəyən bir müştəri eyni yolla gündüz getsəydi neçə manat ödəyəcəkdi? 10 kilometrə gecə gedibsə bu gecə 1 kilometrin qiyməti 2 manat 40 qəpikdir. 10 kilometrin qiyməti olacaq 24 manat. 24 manat bunun yol pulusudur, amma bu 40 manat ödəyir. Deməli bunun başlanğıc qiyməti olacaq 16 manat. Gündüz X manatdan var, 8 manat olacaq. Gündüz 10 kilometr yola 1 manat 50 qəpikdən ödəyəcək 15 manat. 8 manat başlanğıc qiyməti, 15 manat isə getdiyi yol. Cəmi 23 manat pul ödəyəcək. Ümid edirəm, aydın oldu. Burada o qədər də çətin problemli testlər yoxdur daha. Digərləri çox rahatdır, asandır, işləmək olar. Bir dənə də 55 nömrəli test işləyək, sonra olarıq. Yekunlaşaq. Sütun diaqramda bankın müştərilərə verdiyi kreditlərin saylarının illərə görə paylanması göstərilmişdir. Deməli, 2006-cı ildə verilən istehlak kreditləri 2005-ci ilə nisbətən neçə faiz artmışdır? Ancaq bizdən deməli istehlak kreditlərini istəyir, digərlərini istəmirik. 2006-cı ildə verilən istehlak kreditləri 2005-ci ilə nisbətən neçə faiz artmışdır? 2006-da verilibdir deməli 5, 2005-də verilib 4. İstehlak krediti budur, digər biznes krediti isə digərdir. Deməli, baxaq indi 2006-da 5-dir, 2005-də 4-dür. 4-dən 5-ə artım olduqda nə qədər artım? 1. Bizdən də həmin o artım faizini istəyir. Neçə faiz artmışdır istəyir. Yəni bu 1-in artımını istəyir. 1 nəyin üzərinə artım? 4-ün üzərinə artım. Mənim tapacağım 2006-dır. 2005 deyil. 2005 deməli mənə 100 faizdir. 4-ün özü 100 faizdir. Biri isə x faizdir. 4-dən 1-ə 4 dəfə azalıbsa, 100-də 4 dəfə azalmalıdır. Olur 25 faiz. Deməli, bizim düzgün cavabımız olur C variantı. 25 faiz. Bu qədər.